Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Ekran başında bizi seçən hər kəsi salamlayırıq. 13 iyun cümə günü 3 günlük tətil öncəsi son iş günündə hər birinizi xoş gördük. Bəli, bugün də cəmiyyətimizi və ölkəmizi maraqlandıran, gündəlik həyatımıza birbaşa təsir edən ən vacib mövzuları diqqətinizə çatdıracağıq. Məqsədimiz yalnız məlumat vermək deyil, həm də mövcud hadisələri dərindən təhlil eləmək, ictimai baxışları dəyərləndirmək və obyektiv informasiya ilə tamaşaçını maarifləndirməkdir. Qaynar xəttimizə daxil olan hər bir müraciət bizim üçün sadəcə mesaj deyil. Bu, cəmiyyətin səsini ifadə edən əhəmiyyətli bir çağırışdır. Biz bu səslərə laqeyd yanaşmırıq. Proqramımızın məzmunu məhz bu fikirlər, suallar əsasında formalaşır. Bəli, hörmətli tamaşaçılar, bu buraxılışımızda da aktuallığı və təsir dairəsi geniş olan mövzuları diqqətinizə təqdim edəcəyik. Əminik ki, proqram boyunca sizə həm düşünmək, həm dəyərləndirmək, həm də elə maarifləndirmək və faydalı məqamlar da təqdim olunacaq. Bəli, biz isə qarşıdakı buraxılışımız boyunca nələrdən xəbəriniz olacaq? Bu barədə anonslarımız var, təklif edirəm ilk olaraq ona baxaq. Yenidən studiyaya qayıdacağıq. 90 dəqiqəlik bir buraxılış sizi gözləyir. Diqqətiniz ekranlarda olsun. Sərnişinlərin nəzərinə Azərbaycan Hava Yolları aviaşirkətinin bəzi reysləri təxirə salındı. Bəs hansı reyslər az sonra? Bakının bəzi ərazilərinin qaz təchizatında fasilə yarandı. Həmin ərazilərin siyahısı xəbərimiz var da. Qaynar xəttə Yevlaxdan müraciət. Yenidən getmişəm, mənə kağız veriblər ki, 227 manat 39 qəpik borcunuz var. Səkilərdə yüksək sürət, üstəgəl əməl olunmayan işıqfor tələbləri. Bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur. Eyni zamanda ağır nəticələrə səbəb ola biləcək qəzalara da zəmin yaradır. Dövlət yol polisi skuter sürənlərə xəbərdarlıq elədi. Əsgərlikdən 2016-cı ildə gəldim. Məşğulluğa müraciət elədim. Məşğulluqdan səs sonra heç bir şey çıxmadı. İllərdir işsiz qalan Kürdəmir sakininə hansı cavab verildi? Sosial şəbəkələrdə pozulan əxlaq normaları. Çıxış yolu nədir? İctimai qınaq olmalıdırmı? Studiyada canlı müzakirə. Qarpız kəsdik. Bəs niyə yeyən yox? Qarın nahiyəsində ağrılar, köp, diskomfort, tək-tək hallarda ürək bulanma, qusma və bədənin hərarəti də xarakterikdir. Yayın bu dadlı bostan bitkisini yeyərkən nələrə diqqət edilməlidir? Bəli, hörmətli tamaşaçılar, anonslarımızı izlədik. Maraqlı müzakirə edəcəyimiz mövzular kifayət qədər də aydın. İstərdim ki, sizinlə də bir qədər müzakirə edək. Dünya gündəmi də çalxalanır. Bəzi məsələlərlə bağlı, İran-İsrail münasibətləri ilə bağlı bizim də gündəmimiz o cümlədən də boldur. Kifayət qədər gündəmi əhatə eləməyə çalışmışıq. Həm sosial mövzularla bağlı, həm dünyanın diqqət mərkəzində olan hadisələrlə də bağlı bir xəbərimiz də olacaq. Elə ondan başlayacağıq ki, Azərbaycan Hava Yolları aviaşirkətinin bəzi reysləri təxirə salınıb. Hansı reyslərdir? Az sonra məlumat alacaqsınız ondan bağlı və Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranıb. Bununla bağlı da irəliləyən dəqiqələrdə xəbərimiz var. Eyni zamanda sosial şəbəkə təbii ki, bu məsələ də hər zaman aktuallığını qoruyur. Son günlər isə sosial şəbəkələrdə əxlaq normalarını aşan kifayət qədər məzmunlara, kontentlərə rast gəlirik. Bu barədə də studiyada bir canlı müzakirəmiz olacaq qonaqla ki, ümumiyyətlə biz sosial şəbəkələrdə nə edirik ki, bu proseslər geniş vüsət alıb Azərbaycan ərazisində ümumiyyətlə bir sosial şəbəkə ilə davranış modeli varmı? Yoxsa biz sosial şəbəkənin hələ də bu illər ərzində dilini tapmağa çalışmışıq, çalışa bilmirik, ümumiyyətlə dilini tapa bilmirik. Biz nə etməliyik ki, dil tapa bilək sosial şəbəkə ilə? Bu barədə də kifayət qədər maraqlı müzakirəmiz olacaq. Bəli, qaynar xəttimizə də gələn müraciətlər var. İllərdir məşğulluq idarəsinə, yəni müraciət edən şəxsin illərlə işsiz qalması və Kürdəmirdən hansı sakindir, bunu müzakirə edəcəyik sizlə. Qaynar xəttimizə daxil olan müraciətdir. Elə yeri gəlmişkən qaynar xəttimizi də xatırladaq. Bizim 010-230-40-40 nömrəli qaynar xəttimiz var. Siz bu nömrəyə zəng edə bilərsiniz. Eyni zamanda həmin nömrənin WhatsApp və Telegram ünvanlarına da yaza bilərsiniz. Səsli və ya video mesaj formatında da
öz fayllarınızı göndərə bilərsiniz. Bəli, proqramımızı həmçinin İctimai Televiziyanın mobil əlavəsindən İctimai TV mobildən də izləmək imkanınız var. Xəbərimiz var, İctimai Televiziyanın YouTube səhifəsindən də hazırda canlı yayımlanır. Hər verilişdə sizə ünvanladığımız sualı ekranda gördüyünüz QR koddan istifadə etməklə YouTube üzərindən səsvermədə iştirak edərək cavablandıra bilərsiniz. Bəli, elə QR kodu görürsünüz siz ekranda, artıq günün sualı da ekranlarınıza yansıyıb. Mən isə belə şifahi olaraq günün sualını səsləndirim. Sosial şəbəkələrdə sizi daha çox nə narahat edir? Təbii ki, cavablar müxtəlif olar, ancaq kifayət qədərdir cavablar. Biz onlardan üçünü ən prioritetini sizin üçün seçmişik, sizin ixtiyarınıza vermişik. Cavablar isə belədir. Aqressiya, dəyərlərin pozulması, yalan xəbərlər. Bu üç cavablardan biri sizi narahat edirsə, günün sualına öz reaksiyanızı verə bilərsiniz. Bəli, cari xəbərlərlə davam edirik, hörmətli tamaşaçılar. Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları Aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib. Ləğv olunan reyslər bunlardır: Bakı, Təl-Əviv, Bakı, Bakı, Dubay, Bakı, Bakı, Tehran, Bakı. Bəli, bu reyslər artıq təxirə salınıb. Məhz Yaxın Şərqdə baş verən hadisələr fonunda Azərbaycan Hava Yolları Azal da bu addım atıb həmin reysləri ləğv edir. Sadəcə bu 2 günlükdür. İndi görək, növbəti günlərdə həmin reyslərin bərpa olunması xəbəri baş verəcəkmi, yoxsa bu proses davam edəcək. Bakının bəzi ərazilərində də qaz təchizatında müvəqqəti fasilə yaranıb. Azərqaz İstehsalat Birliyindən verilən məlumata görə bugün saat 9:30-dan etibarən Binəqədi rayonu üzrə Sulutəpə və Xocasən qəsəbələrinin, Yasamal rayonu üzrə isə 12 küçənin, eləcə də 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Odur ki, həmin ərazilərdə yaşayanlar bu xəbəri diqqətdə saxlasınlar. Yəqin ki, axşam saatlarına doğru qaz təchizatının verilməsi bərpa olunacaq. Həmin vaxta qədər isə qaz təchizatı, ümumiyyətlə elektrik cihazlarını isə nəzarətdə saxlayın. Davam edirik, hörmətli tamaşaçılar. Azərbaycanda sosial müavinətlər, prezident təqaüdləri və fəxri adlara görə təqaüdlər bildiyimiz kimi artırılıb. Bu, Prezident İlham Əliyevin fərmanı ilə sosial müavinətlərin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və fəxri adlara görə təqaüdün məbləğinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamında edilən dəyişiklikdə öz əksini tapıb. Bugün isə bununla bağlı brifinq olub və bəzi məqamlara aydınlıq gətirilib. Vətən müharibəsi qəhrəmanlarına 2000 manatdan 2200 manata dək, Azərbaycan milli qəhrəmanlarına 1800 manatdan 2000 manata, Prezidentin fərqli təqaüdü üzrə 1500 manatdan 1700 manata, sosial müavinətlər üzrə gələndə isə əlilliyi olan şəxslərə müavinət orqanizm funksiyalarının 81-100% pozulmasına görə, yəni birinci dərəcə 270 manatdan 300 manata, ikinci dərəcə 220 manatdan 250 manata, üçüncü dərəcə isə 150 manatdan 180 manata çatdırılmışdır. Uşağın anadan olmasına görə bir dəfəlik müavinət 500 manatdan 600 manata artırılmış, dəfn üçün bir dəfəlik müavinət isə 500 manatdan 600 manata artırılmışdır. Bu da 20% artım deməkdir. Ailə başçısının itirməsinə görə hər ailə üçün aylıq müavinət 120 manatdan 140 manata artırılmış, 1 yaşına uşağa olan az təminatlı ailələrə hər uşağa görə aylıq müavinət 100 manatdan 140 manata artırılmışdır. Bu da 40% artım deməkdir. Bəli, sosial müavinətlərin artırılması ilə bağlı bəzi məqamlara aydınlıq gətirildi. Elə briefingdə kifayət qədər bir çox insanları maraqlandıran, elə qaynar xəttimizə daxil olan müraciətlər əsasında biz bildiririk ki, bu xəbər demək olar ki, bir çox insanı maraqlandıran xəbər idi və daim bizdən soruşurdular bu tipli müavinətlərin artırılması ilə bağlı. Biz də deyirdik ki, yaxın vaxtlarda ümid edirik ki, belə bir xəbər olar. Bax, həmin o xəbər, şad xəbər artıq dünən prezidentin fərmanı ilə təsdiqləndi, aydınlıq da gətirildi briefing zamanı. Elə az öncə biz qazdan danışdıq, bəzi ərazilərdə qaz olmayacaq, bu kimi xəbərləri diqqətinizə çatdırdıq. Yasamal rayonu ərazisində olsun, istər ondan sonra isə Sulutəpə və Binəqədi rayonlarında olsun. Qazdan söz düşmüşkən, deməli, Azərbaycanda mənzili olan
Amma orada yaşamayan vətəndaşlar da artıq qaz və işıq pulunu sabit tariflə ödəmək məcburiyyətində qalacaqlar. Bəs ümumiyyətlə, sabit tarifin tətbiqi qiymətlərə necə təsir eləyəcək? Bu məsələ hansı məqamları sabitləşdirəcək? Bu suallar kifayət qədər çoxdur. Kifayət qədər suallar var. Sabit tarif qiymətlərə necə təsir göstərəcək? Bu məsələ hansı məqamları sabitləşdirəcək? Məsələn, hər hansı 10 mənzilin 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Bəli, bu ümumi ödəniş yükünü artırır. İndi bərabər paylama nəticəsində yük azalacaqmı? Bəli, suallar çoxdur. Yəni, ödənişlər azalacaqmı? Limitlərin ləğvi mümkün olacaqmı? Suallar kifayət qədərdir. Gəlin, süjetə birlikdə baxaq. Elektroenergetika haqqında və qaz təchizatı haqqında yeni qanuna təklif edilən dəyişikliyə əsasən kommunal xərclərə sabit tarif tətbiq ediləcək. Yeni yanaşma sabit və dəyişən hissələrdən ibarət tarif sistemini nəzərdə tutur. Yəni bu keçid deyil, hazırda ödənilən enerji xərclərinin bir hissəsinin sabit şəkildə müəyyənləşdirilməsidir. Əgər yeni tarif dövründə vətəndaş istehlakçıya görə aylıq 10 manat ödəyirdisə və indi həmin dövr üçün, işlətdiyi dövr üçün 1 manat sabit tarif müəyyənləşəcəksə, əgər şərti olaraq, vətəndaş istehlaka görə maksimum 9 manat ödəyəcək. Amma bir evi var, əlavə bir evi var və yaxud da ki, bağ var və bu istifadə etmirsə, yəni orada heç vaxt oradan sudan, qazdan istifadə etmirsə, yəni sabit tarif orada həmişə işığın, suyun, qazın işlək vəziyyətdə olması üçün, yəni bunların saxlanması üçün daxil vəsait lazımdır. Yəni onun üçün də o sabit tarif onlara tətbiq olunacaq. Artıq istifadədə olmayan, amma enerji infrastrukturuna qoşulmuş obyektlər, məsələn, bağ evləri və ya əlavə yaşayış sahələri üçün sabit tarif üzrə ödəniş ediləcək. Tətbiq olunması nəzərdə tutulan bu tarif vətəndaşlar arasında fikir ayrılıqlarına səbəb olub. Tutaq ki, 2 evdirsə, bunun isti sistemini yandırmalısan ki, ən azından yəni və bu problemlər yaranmasın remont baxımından və yaxud nə vaxtsa getməyə. Bu da amma eyni zamanda burada yaşanmırsa, bunun ödənilməyi təbii ki, qəbul olunmazdır. Yaşanılmayan mənzillərin boş istismarsız qalması məsələsi. Bu bir mülkiyyətdir, təbii ki, bir əmlak sayılır və bu əmlakın müəyyən formada istismar olunması da vaciblik tələb edir. Bunun boş saxlanılması da yəni doğru, yəni belə deyək, doğru ola bilməz. Ona görə də istənilən anda, yəni həmin evin istismarı zamanı və yaxud kirayə verilməsi zamanı evin kommunal xərcləri də təbii ki, ödəniləcək. Yaşamayan necə kommunal ödəmə olar. Ona görə düzgün bir şey deyil. İqtisadçı Rəşad Həsənovun fikrincə isə müştəri bazasının artımı sabit xərcin adam başına düşən hissəsinin azalmasına gətirib çıxara bilər. Lakin burada əsas məsələ prosesin necə idarə olunmasıdır. Proses şəffaf şəkildə, xərcləmələr şəffaf şəkildə, gəlirlər deyək ki, tam şəkildə icra olunarsa, bu prosesdə deyək ki, hesabatlıq təmin edilərsə, kənar nəzarətin təşkili, ictimai monitorinqlərin, alternativ hesablamaların aparılması üçün imkanlar yaradılarsa, düşünürəm ki, nəticə olaraq bugünkü şərtlər daxilində həyata keçirilən ödənişlərin məbləği aşağı düşə bilər. Yəni, bugün deyək ki, elektrik enerjisinə görə bir ailə təsərrüfatı orta hesabına misal 20 manat ödəyirsə, bu göstərici 18-17 manata qədər azala bilər. Əks halda şəffaflıq və hesabatlılıq təmin olunmasa, gözlənilən faydalar reallaşmaya bilər və bu da ictimai narahatlıqları artıra bilər. Qeyd edək ki, qaz təchizatı sektorunda tariflər 2028-ci ildən, hansı ki, tənzimləyici haqqında qanun qüvvəyə mindikdən sonra müəyyənləşəcək. Hazırda isə qiyməti Tarif Şurası müəyyən edir. Elə yeri gəlmişkən, Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası artıq davam edir, proses davam edir hazırda. Həmin plenar iclasda qaz təchizatı haqqında yeni qanun layihəsi ilə yanaşı digər
13-ə yaxın məsələ bu plenar iclasa daxil edilib. Həmin məsələlər arasında qaz təchizatı haqqında qanun da var. Görək, Milli Məclis qanunverici orqan bu məsələni qəbul edəcəkmi? Hansı oxunuşda? Yəqin ki, irəliləyən dəqiqələrdə mediada bununla bağlı məlumatlar artıq yayılacaq. Hansı tarixdən bu məsələ qüvvəyə minəcək və s. İşıq, qaz, su ümumiyyətlə xüsusilə rayonlarda, elə regionlarda da vətəndaşların ehtiyaclarını ödəyəcək tələbatlardan bəlkə də ən vacibləridir. Bəzi hallarda bu komfortun olmadığı üçün sadə məsələlərə diqqət yetirmək lazımdır. Bəzən məsuliyyət qurumların, digər hallarda isə birbaşa vətəndaşın üzərində olur. Bəli, adi praktiki qaydalara riayət etmək, borcları vaxtında ödənmək, yəni bu kimi sadə qaydalar var. Başqa məsələ də var ki, vətəndaş ona yazılan borca razı olmaya bilər. Yəni, narazı qaldığı məqamlar ola bilir. Bəli, belə mübahisəli məqamlar çox olur. Bəs bu hallarda kimdir müqəssir? Görəsən, əməkdaşımız Aysu İbrahimzadə araşdırıb, gəlin baxaq. Borcum olmayıbdır, yəni sərfiyyatım olmayıbdır. Yəni, indi bunlar əsaslandırır ki, sənin borcun var. İndi yenidən getmişəm, mənə kağız veriblər ki, 227 manat 39 qəpik borcunuz var. Yevlax rayonu ərazisində yerləşən tütün fabrikinin yardımcı təsərrüfatında müvəqqəti məskunlaşan Nicat Babayev qaynar xəttimizə müraciət eləyərək bildirdi ki, Yevlax rayon İşıq İdarəsinin əməkdaşları aylardır ona aylıq 75 manat limiti verməkdən imtina eləyirlər. Səbəb olaraqsa ilin əvvəlindən limiti keçdiyi üçün yazılan 147 manat 48 qəpik borc göstərilib. Borcun əsassız olduğunu iddia eləyən Nicat Babayevin sözlərinə görə yalnız məbləğ tam şəkildə ödənildikdən sonra 75 manatlıq limiti bərpa olunacaq. Hər ayın 11-də işıq limiti vurulmalıdır ki, sayğacın kartına. Getdim orada o 75 manat Dövlət Qaçqom tərəfindən bizə limit verilir, pul. Onu yüklətməyə karta, onlar da mənə bildirdilər ki, sənin 147 manatda borcunuz var idi. Borcunuz var, o borcu ödəməlisiniz ki, sizə verilən bu 75 manatı kartınıza yükləyək. Mən də bununla bağlı razılaşmadım onların dediklərindən. Məsələ ilə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Nicat Babayevin iddiaları əsassızdır. Vətəndaş yanvar, fevral, mart, aprel aylarında onun üçün Dövlət Qaçqın.com komitəsi tərəfindən təyin edilən 75 manatlıq limiti keçib. Odur ki, limiti keçən sərfiyyat toplanaraq 227 manat 39 qəpik olub. Sayğacın üzərində müəyyən məbləğin olmasına baxmayaraq digər tərəfdən borc da yaranır. Bundan başqa Nicat Babayevin mənzilinə quraşdırılmış smart kart tipli sayğacın tipi dəyişən tarifi olmadığı üçün ay ərzində sərf olunmuş elektrik enerjisinin dəyərini bir tariflə 8 qəpik ilə silir. Bəli, bəzən belə anlaşılmazlıq narazılığa səbəb olur, amma yəni süjetimizdən də bəlli oldu ki, yəni abonent... Məsələyə aydınlıq gəldi əsas məsələ. Aydınlıq gəldi. Elə istənilən sərfiyyat ödənilməlidir əslində. İstənilən halda Bakının Suraxanı rayonundakı sakinlər də arzu eləyirlər ki, nə vaxtsa işlətdikləri suyun sərfiyyatının pulunu ödəsinlər. Çünki su üzünə həsrətdirlər. Bəli, qaynar xəttimizə müraciət edən sakinlər bildirir ki, suyu qrafiklə alırlar. O vaxt aralığı da elə seçilib ki, sakinlər evdə olmayanda su verilir. Bəs görəsən, yayın istisində su problemi yaşayan sakinlərə hansı cavab verilib? Nərmin Malik qızı araşdırıb. Suraxanı rayonu Zığ şosesi Rəşad Quliyev küçəsində yaşayan sakinlər ciddi su problemi ilə üz-üzədirlər. Onların sözlərinə görə bir vaxtlar sabit verilən içməli su indi müəyyən saatlarda, özü də qısa müddətdə verilir. Mənə 1 manatdan qiymət hesablayıb su pulu alırsa, zəhmət çəksin su idarəsi, mənim kruglu sutka suyumu versin. Mən evimə gəlib çatanda krantımı açıb mənim suyum gəlsin. Mən niyə motor işlətməliyim? Mən niyə əlavə işığa pul ödəməliyəm? Motor yaranda 150-200 manatdır. Mən niyə əlavə xərc çəkməliyəm? Baxdıq, xarab olur, deşilir, onun hamısı təmirdir. Yenə əlavə xərcdir, rasxoddur. Nəyə görə eləmə? Onda su idarəsi bizdən pul almasın da, versin ki, pulsuz verirəm, keyfim istəyəndə su verəcəm. Biz də yenə, okey, o xərci çəkək, işığı ödəyək, təmirə ödəyək, su pulunu ödəməyək də. Bura Şəhid küçəsidir, Şəhid bulağı var, ağaclar əkilib, bura park salınıb. Ancaq ki, sudan çox əziyyət çəkirik. İkinci mərtəbədə oluram.
ikinci mərtəbəyə su çıxmır. İnanın ki, qalırıq məətəl ki, bu ağacları neynə sulayaq? Məsəl üçün, evin işidir. İndi məsəl üçün, qonşular danışırlar, paltardır, evin işi, gücü görülməlidir. Hər şeydə də ki, su lazımdır. Sakinlər deyir ki, bu problem uşaqların gigiyenasını, yaşlıların rahatlığını da ciddi şəkildə çətinləşdirib. Saat 10-dan gəlir, hardasa 1-əcə, 2 saat, 3 saat. O da ki, millət evdə yoxdur, hamısı işlədir. Axşam, əsas su axşam lazımdır, axşam su gəlmir. Heç gəlmir ağzım, heç ağaclara axşam sulamaq lazımdır. Bu boyda məhlə salınır, bax bu boyda ağaclara qulluq lazımdır. Su yoxdur. Səhər həyətə gəlir, görürsən birinci mərtəbənin özünə bəzən qalxmır. Nasos qoyuruq, vaxt qoyuruq, neyinirik vəziyyətdən çıxmaq üçün də. Biz öz tərəfimizdən İstəməzdik ki, gileyinə güzərək, bizə xoşa gələn hal deyil, amma vadarıq bunu eləməyə də, vadarıq. Sakinlər müraciət etdikləri qurumlardan hələlik konkret cavab ala bilmədiklərini dedilər. İndi onların tək istəyi var, suyun fasiləsiz və əvvəlki rejimdə verilməsi. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirdilər ki, qeyd olunan ünvanda abonentlərin su təchizatı qrafikli rejimdə həyata keçirilir. Hazırda isə mövsümlə əlaqədar qış qrafikindən yay qrafik rejiminə keçid edilib. Qrafikli rejimin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su təminatına hesablanıb. Bəli, susuz həyat yoxdur. Yəni, ötən günkü verilişimizdə Lerik rayonunun ucqar kəndlərinə bu problem yaşanırdı. İndi isə şəhərə yaxın çox ərazidir. Bəli, qrafik çox belə demək olar ki, nataraz bir vaxtda verilir. Daha doğrusu suyun verilməsi sakinlərə. Ona görə də sakinlərin əsas şikayəti ondan ibarətdir ki, normal, yəni onlar evdə olan vaxtda verilsin su. Bəli, davam edirik, hörmətli tamaşaçılar. Aydın, təsəvvür eləyin ki, nişan var, amma pavilyon yoxdur və bu zaman yəqin ki, təxmin edərsiniz söhbət nədən gedir. Pavilyon deyəndə yəqin ki, avtobus dayanacaqlarından söhbət gedir. Bəli, avtobus dayanacaqlarının yəqin ki, siz də çox müşahidə etmişsiniz ki, nişanı var, amma pavilyonu yoxdur. Şəhər ərazisində bu cür pavilyonsuz dayanacaqlar həqiqətən də çox yerdə var. Sərnişinlər ilin isti və soyuq günlərində belə dayanacaqlarda avtobus gözləməyin çətin olduğunu deyirlər. Pavilyon olmadığından bəzi sərnişinlər məcbur qalıb biraz kənarda olan ağacın kölgəsində dayanırlar. Bu da bir çox hallarda avtobusa minməkdə onlara çətinlik yaradır. Bəli, cavan adamlar qaçıb avtobusa minə bilirlərsə də yaşlı şəxslər bu məsələdə bir qədər çətinlik yaşayırlar. Bəs dayanacaq nişanı olan yerlərdə sərnişinlərin rahat durmaları üçün niyə pavilyon da quraşdırılmayıb? Məryəm Abdullazadə bu məsələni araşdırıb, görək pavilyonsuz dayanacaqlar nədən xəbər verir? Şəhərdəki bir çox ictimai nəqliyyat dayanacağında pavilyonun olmaması sərnişinlərin müxtəlif hava şəraitində qorunmasında çətinlik yaradır. Belə dayanacaqlar əsasən kənar və ya az gedişli ərazilərdə yerləşir ki, bu da sərnişinlərin rahatlığına mənfi təsir göstərir. İstər qızmar yay günlərində, istərsə də küləkli hava şəraitində. Fərqi yoxdur. Hər mövsümdə sərnişinlər üçün pavilyonsuz dayanacaqda gözləmək böyük narahatlığa çevrilib. Sərnişinlər bildirirlər ki, pavilyonsuz dayanacaqlarda həm təhlükəsizlik, həm də rahatlıq baxımından ciddi problemlər yaşanır. Bundan əlavə, avtomobillərin yaxın məsafədən keçməsi təhlükə yaradır. Yağışlı və soyuq havada isə gözləmək xüsusilə çətinləşir. Pavilyonların mövcud olduğu dayanacaqlarda isə sərnişinlər gözləmə müddətində daha rahat olduqlarını və bəzən kondisioner kimi əlavə üstünlüklərin olduğunu qeyd edirlər. Yox, sınıfqa olsa yaxşıdır, sınıfqa qoysa yaxşıdır. Hamı əziyyət çəkir. Maşın səni vura bilər, dardı da çəkir. Çox problem yarana bilər gözləmədən. İnsanlara çətin şəraitlər yaradır. Yəni gediş-gəliş üçün. Məsələn, burada da olsa bir də o tərəfə gedilməz də, yəni daha uzağa gedilməz. İçi daha isti olur, gözləmək daha asan olur, nəinki qışda çöldə dayanmaq. İstənilən iqlim şəraitində olmaq daha yaxşıdır. Hətta bəzi yerlərdə kondisionerlidir, o daha avantajlıdır. Məsələn, gözləyən müddətdə telefona baxıla bilir, yağışda baxıla bilmir. Olmağı daha yaxşı olardı. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq deyildi ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman infrastruktur şəraiti mütləq qaydada nəzərə alınır. Mövcud səki infrastrukturu və sərnişin axını nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur.
Bəli, bu yayın məsələdə istisində yəqin ki, hələ bir müddətdə açıq səma altında biz həmin avtobusları gözləyəcəyik və elə qışda da. Yəni yol infrastrukturundan çox şey asılıdır, təbii ki. Yəni mümkün olan yerlərdə pavilyonlar təbii ki var. Amma yəni əvvəlcədən infrastruktur nəzərə alınmalıdır belə məsələlərdə ki, sonradan belə çətinliklər yaranmasın təbii ki. Yəni bu o deməkdir ki, hər dayanacağın yanında pavilyon olmur. Yəni aynanın açıqlamasında bu belə başa düşmək oldu ki, yəni hər dayanacağın, yəni avtobus nişanı olan yerlərdə pavilyon olmur. O həmin o kondisionerli və kifayət qədər qapısı açılıb bağlanan rahat, təhlükəsiz dayanacaqlar da ayna keçən verilişlərimizin birində həmin sujetlə bağlı məsələdə bildirilmiş ki, artıq o pavilyonlu, o tipli dayanacaqlar, kondisioner olan dayanacaqlar olmayacaq şəhərimizin hansı ərazilərində varsa, yəni artıq bundan sonra dağılmayacaq. Hüseyn Cavit prospektidir, Memaraca metrosunun yaxınlığıdır və digər ərazilərdə Heydər Əliyev mərkəzinin yaxınlığında olan dayanacaqlardan şəhərin başqa ərazilərində artıq bundan sonra olması mümkün deyil. Yəni, ümid edirik ki, qarşıdakı günlərdə bu məsələ yaxşı formada öz həllini tapar, sərnişinlər də rahat şəkildə öz avtobuslarını gözləyərlər. Bəli, siz dediniz ki, hər yerdə pavilyon quraşdırmaq olmur. Elə bir müddət əvvəl müəyyən taksilər də, elə avtomobillər də avtobus zolağının heç bir yerində nəqliyyat sakinləri düşürdə bilmirdilər. Sərnişinləri düşürdə bilmirdilər. Taksi sürücülərinin bu dərdi deyəsən artıq bu şikayəti yavaş-yavaş həll olunub. Bəli, taksi sürücülərinin sərnişini endirmək üçün yer tapa bilmirik şikayətləri artıq həll olunur. Narazılığı nəzərə alan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müəyyən ərazilərdə avtomobillərin saxlaması üçün xüsusi yerlər yaradır. Lakin bu yerlər avtomobilin uzun müddət dayanması üçün nəzərdə tutulmur. Bəli, bu məsələni unutmaq olmaz. Xüsusilə bu məsələ diqqətdə saxlanmalıdır ki, uzun müddət siz həmin ərazidə saxlaya bilməzsiniz. Həmçinin bu yer yalnız bir ərazidə yaradılıb. Harada və prosesin necə olmasını isə əməkdaşımız Səbinə Şükürova deyəcək. Bakıda avtobus zolaqlarında mini avtomobillərinin sərnişinləri rahat və təhlükəsiz şəkildə qaydalara uyğun formada mindirib düşürmələri üçün xüsusi yerlər yaradılıb. Yolu Xətai rayonu Yusif Səfərov küçəsindən keçən artıq bu lövhəni görür, hətta fürsətdən də yararlanır. Bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Yenilik sürücü və sərnişinlərin ürəyincə olub. Heç elə olub ki, sürücü sizə desin ki, mən gəlmirəm, çünki siz durduğunuz yerdə saxlaya bilməyəcəm. Olub, bəli. Ləğv edib yenidən sifariş vermiş. Ehtiyac var. Özdə bu yol, sentral yoldur, çox pis yoldur da. Burada mütləqdir bunun olmağı. Mindirib düşürtmək çətindir. İndi gördüm, znak qoyublar ora. Çox gözəl. Sizcə bu işarələrdən, bu nişanlardan haralarda qoyulmasına ehtiyac var? Birinci növbədə xəstəxanaların qabağı, alış-veriş olan yerlərdə, məsələn, bazar deyilən yerlərdə, sonra, yəni çox yerdə lazımdır. Bilirsən ki, müəyyən vaxtacan mindirib düşürdə bilərsən. Daha çox olması yaxşı olardı ki, onlar da bir xidmət göstərən sektordur. Onlar da düşürüb mindirməkdə bir asanlıq əldə edirlər. Eyni zamanda təhlükəsizlikdir belə bir məsələ. Məsələ Yerüstü Nəqliyyat Agentliyi tərəfindən də şərh edildi. Qurum rəsmisi bildirdi ki, diqqət edilməli xüsusi məqamlar var ki, onlara mütləq riayət edilməlidir. Həm sürücülər, həm sərnişinlər bu prosesi həyata keçirən zaman mütləq qaydada 3 əsas faktora nəzər yetirməlidirlər. İlk növbədə ictimai nəqliyyatın fasiləsizliyi təmin edilməlidir. Bu deməkdir ki, ictimai nəqliyyata maneçilik törədilməməlidir. Eyni zamanda avtobus zolağında xüsusi qırıq-qırıq xətlər təşkil edilib ki, nəqliyyat vasitəsi həmin qırıq xətlərin avtobus zolağına daxil olur və eyni qayda ilə sərnişinləri mindirib düşürülməsi qısa vaxt kəsiyində həyata keçirməlidir və eyni qayda ilə həmin qırıq xətlə avtobus zolağını tərk etməlidir. Və qeyd edək ki, bu proses mütləq qayda nəzər yetirməlidir və tərəfimizdən təhlillər aparılır və qeyd etdiyim kimi mütləq qayda cəlbetmə məntəqəsinin olması da vacib şərtdir. Qeyd edək ki, avtobus zolaqlarında mini avtomobillərinin sərnişinləri minib düşürməsi üçün xüsusi yerlər ilk dəfədir yaradılır. Bəli, xüsusilə bu ona gətirib çıxartıb prezident yaratmamalıdır, belə deyim ki, yəni sürücülər orada park eləsinlər. Təbii ki, bu qısa müddət ərzində sərnişini
Bəli, sərnişini mindirib düşürtmək üçündür. Yəqin ki, bu lövhələrin sayı da çoxaldılacaq. Yəni... Çünki Aynə rəsmisi Tural Orucov da onu bildirir ki, artıq monitorinqlər aparılır. Bəli, siz doğru vurğuluyursunuz. Bəli. Davam edirik. Ümumiyyətlə, yol iştirakçısı olan hər bir insanın məsuliyyəti olmalıdır. İstər bütün qaydalara riayət olmalıdır, həm də elə skuter sürürsənsə, buna da məsuliyyət daşıyırsan. Bəli, onlar şəhərin yeni nəbzi sayılır. Skuterlər səs-küysüz, sürətli və rahatdırlar. Son illərdə paytaxt ərazisində elə hamımız müşahidə edirik ki, çox sürətlə yayılmaqdadır. Amma görünür, sadaladığımız bu keyfiyyətlərlə bərabər qaydalara riayət eləmək də çox vacibdir. Çünki sürətə yalnız skuterlər deyil, elə qayda pozuntuları da düşüb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi isə xəbərdarlıq edib. Skuterlərdən istifadə edən şəxslər arasında yol hərəkəti qaydalarını pozanların sayı çoxdur. İdarə belə deyir. Görək, ən çox rast gəlinən qayda pozuntuları hansılardır? Çünki bəzən sadə görünən hallarda əslində ciddi təhlükələrdən bu proseslər xəbər verə bilir. Şəhəri rahat gəzmək gözəldir, amma təhlükəsiz gəzmək isə ondan daha da vacibdir. Yay aylarında nəqliyyat sıxlığından qaçmaq, şəhərdə rahat hərəkət etmək üçün skuter və velosipedlərə tələbat artır. Amma bu rahatlıq bəzən təhlükəyə çevrilir. Təsadüfi deyil ki, Dövlət Yol Polisi də bu təhlükələrə görə skuter sürücülərinə xəbərdarlıq edib. Bəs qayda pozuntuları əsasən hansı hallarda baş verir? Skuterlərdən istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında bir skuterdə 2 nəfərin hərəkət etməsi, piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət, işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi, gecə saatlarında xəbərdar edici işıq və ya işarələrsiz hərəkət, azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlərlə yol hərəkətinə qoşulması halları üstünlük təşkil edir. Qeyd olunan bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, eyni zamanda ağır nəticələrə səbəb ola biləcək qəzalara da zəmin yaradır. Paytaxt sakinlərinin də məsələ ilə bağlı mövqeyini öyrəndik. Problem skuterda görmürəm, onu idarə edən vətəndaşlar biraz daha ehtiyatlı olsalar daha yaxşı olar hər kəs üçün. Yəni bəzi manevrları etməsələr daha yaxşı olar. Məsəl üçün nəqliyyat vasitələrinə, avtomobil xəttindən falan keçdikdə, adətən avtobusların qarşısından keçən zaman təhlükə yaranır da. İstər özü üçün, istər avtobus üçün, sərnişinlər üçün böyük problemlər yaradır. Çox təhlükəlidir və qorxuludur. Mən bilirəm ki, birincisi uşaqlar gəzəndə, yaşlı insanlar gəzəndə, yəni toqquşan zaman nəsə ola bilər, bəd hadisə və gec olar. Ona görə sadəcə başqa bir yolla istifadə eləsələr, çox qəşəng olardı. Piyada zolağını istifadə geri eləməsinlər. Elə skuter yerləri var ki, onu səhv ediblər. Marşrut xəttidir, zolaqdır, keçirsən dar küçə, düzgün deyil belə baxanda. Skuter və velosiped sürücüləri isə başqa bir təhlükəyə diqqət çəkir. Avtomobil sürücülərinin laqeydliyi və velozolaqların zəbt olunması. Sürücülər, məsələn, samokat, skuter sürücülərini görmürlər, diqqətsiz yanaşırlar. Məsələn, elə bu yolda baxsanız görə bilərsiniz ki, velozolaq var, çıxan maşınlar çoxu o tərəfə baxır, hərəkət istiqamətinə baxır, amma bu tərəfdən gələn maşınları çox vaxt görmürlər. Bir də ən böyük problem, indi də görə bilərsiniz, hal-hazırda maşınları gözləyəndə velozolağın üstündə gözləyirlər. O da bizə müəyyən çətinliklər yaradır. Yəni gəlirik, baxırıq yol məşğuldur. Belə mənzərə isə skuterlə hərəkət edənlərin yoldakı təhlükəsizliyini birbaşa təhdid edir. Müsahibim deyir ki, bu cür qayda pozuntuları artıq adi hal alıb. Avtomobilləri necə gəldi saxlamasınlar, velozolaqda sürməsinlər. Ən çox da rastlaşdığımız problem velozolaqda parkinqdir və velozolaqda sürənlər də hətta var. Yəni, avtomobilini velozolağa soxub gedənlər var. Böyle, bu dərəcədə təhlükə yaradırlar bizə. Yəni, bunlar, əgər cərimə varsa, cərimələr aktiv tətbiq olunmalıdır. Bəzi insanlar fikirləşir ki, görmədilər, bu cəzasızlıq mühiti yaranır filan. Yəni, hamı öz məsuliyyətini dərk eləməlidir bu işdə. Skuter, velosiped, avtomobil və piyada hamı eyni şəhərdə, eyni yolda hərəkət edir. Yol hər kəsindir, məsuliyyətlə elə. Qaydaları yalnız bir tərəf yox, hamı gözləməlidir ki, təhlükəsizlik və nizam təmin olunsun.
Sonuncu kadr isə lap diqqətimi çəkdi. Bax, bu onu deməyə əsas verir ki, o sadalanan hallar ki var, skuterlərin qayda pozuntuları ki, 2 adamla gedirlər, xəbərdarlıq nişanlarını gözləmirlər, işıqforun Deməli, həmçinin qarşı tərəfdə məsuliyyətli olmalıdır. O sonuncu kadrda ağ rəngli avtomobil həyətdən çıxır. Həyətdən çıxan avtomobildə əsas yolla hərəkət edən iştirakçıları gözləmədi. Bu bir qaydadır. Yəni, bir piyada, bir skutera qarşı avtomobil sürənlərin nədir bu aqressiyası hələ də bu başa düşülmür. Həqiqətən də onlar fikirləşir ki, 4 təkərdə mən gedirəmsə, yəni, yol mənimdir. Hər yerdə belə deyil. Sadəcə yəni, şəxsi təcrübəmdən dünən axşam saatlarında mən Qaraçuxur qəsəbəsində Əhməd Mehbalıyev küçəsi ilə səhv eləmirəmsə Krılov küçəsinin kəsişməsi idi. Orada hərəkət edirəm, avtomobil isə sağa dönməlidir, həyətə girməlidir. Təbii ki, o məni gözləməlidir. Çünki piyada prioritetli, səki ilə hərəkət edirəm və sən sürücüsənsə, yol hərəkəti haqqında qayda nə deyir? Sürücü sağa-sola dönərkən yolu keçməkdə olan piyadalara yol verməlidir. Ancaq həmin, səhv eləmirəmsə, qara rəngli bir avtomobil idi. Yəni, sanki mənim üzərimə sürür. Nə olub? Axı, mən piyadayam, mən yolu keçirəm, sən isə 2-ci dərəcəli yola daxil olursan və həyətə daxil olursan. Sən gözləməlisən. O sonuncu kadrda həmin o skuterlə hərəkət edən avtomobildə, ağ avtomobildə skuterlə hərəkət edəni gözləməlidir. Çünki həyətdən daxil olurdu yola. İstənilən halda bütün nəqliyyat iştirakçıları, yəni yol iştirakçıları, yol hərəkəti iştirakçıları həm məsuliyyətli olmalıdırlar, həm də elə təcrübə burada böyük önəm daşıyır. Elə yol polisinin də dediyi kimi bir anlıq məsuliyyətsizlik, ömürlük peşmançılığa gətirib çıxara bilər. Ona görə hər bir tərəf öz məsuliyyətini dərk eləməlidir və bir-birinə qarşı həm hörmət, həm də elə səbir çərçivəsində hərəkət etməlidir. Amma biz piroqda onları bir təsəvvür eləsək, hansı kəsim daha çox, hansı hissə böyük olar? Mən əminəm ki, avtomobillərin pozduğu qayda pozuntuları sayəsində skuterləri təhrik edirlər. Onlar ki, digər hərəkət iştirakçılarına maneçilik törətsin və yaxud da piyadalara. Yəni, birbaşa avtomobillərin və sürücülərin məsuliyyətidir, mən deyərdim. Bəli, davam edirik, hörmətli tamaşaçılar. Sabahda son zəngdir. 11 illik təhsilin başa çatdığı, yeni başlanğıcların olduğu bir tarixdir. Təhsil ocaqlarının qarşısında son zəng tədbirləri keçiriləcək. Bu tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün işlər aparılır. Əməkdaşımız Aysu İbrahimzadə indi bizə canlı bağlantıda son məlumatları çatdıracaq. Buyurun Aysu, eşidirik sizi. Salam Aysu, buyurun, efirdəsiz siz. Salam Aysiya, salam Aydın, hər vaxtınız xeyir. Ümumi Təhsil və Məktəbə Qədər Dövlət Agentliyinin verdiyi məlumata görə 2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157.802 nəfər, orta təhsil səviyyəsi üzrə isə 116.222 nəfər məzun olacaq. Ölkə ərazisində son zəngin keçirilməsi ilə bağlı gücləndirilmiş iş rejimine keçid edən qurumlardan biri də Daxili İşlər Nazirliyidir. Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşlara müraciət edib, elə qurumun rəsmisi Lumu İsrafilli hazırda bizim yanımızdadır. Daha ətraflı məlumatı, müraciətlə bağlı daha ətraflı məlumatı, önəmli məsələləri bizə o çatdıracaq. Salam Lumu xanım, təkrardan. Ümumiyyətlə, müraciətdə hansı məsələlərə üstünlük verilib, nələrə toxunulub, bununla bağlı sizdən eşidirik. Hər vaxtınız xeyir. Qeyd edeyim ki, iyunun 14-də ümumi təhsil müəssisələrində son zəng tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək. Belə ki, tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq. İctimai asayişin qorunması, eləcə də məktəblərin avtomobillə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması üçün nəzarət gücləndiriləcək. Bununla yanaşı, yollarda süni tıxacların yaranmaması, dayanma, durma və parklanma qaydalarına əməl olunması məqsədi ilə dövlət yol polisi əməkdaşları gücləndirilmiş rejimdə çalışacaqlar. Bir daha bu əlamətdar gün münasibəti ilə bütün məzunlarımızı təbrik edirik və vətəndaşlarımıza çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər. Məzunlarımızı isə ictimai davranış qaydalarına ciddi şəkildə əməl etməyə və bu sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik. Təşəkkür edirəm ətraflı məlumat üçün. Aysel, Aydın, bu il məzun olanların sayı ilə bağlı mən sizə məlumat verdim. Daxili İşlər Nazirliyinin vətəndaşlara olan müraciətini də sizə çatdırdıq. Bizdən bu qədər, sözü yenidən sizə ötürürüm.
Təşəkkür edirik Aysu, ətraflı məlumata Sizə də görə. müsahibinizə də təşəkkür edirik. Bəli, həqiqətən də bu kimi hallara rast gəlinir. Hər mənada önəmli gündür. Həm elə məzunlar üçün, həm də elə təhlükəsizlik baxımından Daxili İşlər Nazirliyi də məlum oldu ki, yəni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, bütün təhlükəsizlik tədbirləri davam etdiriləcək. Ona görə də hər mənada ehtiyatlı olmaq yaxşıdır. Bəli, valideynlər də xüsusilə avtomobilləri nəzarətdə saxlasınlar. Çünki ola bilər də bəzi belə faktlarda ənənə var ki, uşaqlar öz valideynlərinin avtomobillərini ya qaçırırlarmı deyim, hansısa bir formada əldə edirlər və məktəbin həyətində hansısa bir dövrə vurmaqla məşğul olurlar və yaxud da valideyn özü ilə istəyərək, bugün sən 11-ci sinifi bitirmirsən, mən sənə öz avtomobilimi verirəm, get küçələrdə sən hərəkət elə. Bu da doğru hal deyil. Bax, bu kimi halların qarşısını almaq üçün Daxili İşlər Nazirliyi polis naryadlarının sayını artıracaq və xoşagəlməz halların baş verməməsi üçün bu hərəkətlərdən qaçmaq lazımdır. Bəli, hörmətli tamaşaçılar, elə yeri gəlmişkən qısa bir xatırlatma eləyək. Biz də öz qaynar xəttimizi sizə xatırladaq. 010-230-40-40 nömrəli qaynar xəttimizə həm gün ərzində, həm də elə veriliş boyu zəng vuraraq öz müraciətlərinizi, problemlərinizi deyə bilərsiniz. Eyni zamanda WhatsApp və Telegram ünvanlarına da yaza, səsli və ya video mesaj göndərmə imkanınız var. Proqramımızı həmçinin İctimai Televiziyanın mobil əlavəsindən İctimai TV mobildən də izləmək imkanınız var. Xəbərimiz var verilişi İctimai Televiziyanın YouTube səhifəsində də hazırda canlı yayımlanır. Bizi həm ənənəvi televiziyadan, həm də YouTube səhifəmizdən izləyə bilərsiniz. Hər verilişdə sizə ünvanladığımız sualı ekranda gördüyünüz bu QR koddan istifadə etməklə YouTube üzərində səs vermədə iştirak edərək cavablandıra bilərsiniz. Bəli, elə günümüzün sualını xatırlatmağın yeridir. Sosial şəbəkələrdə sizi daha çox nə narahat eləyir? Aqressiya mı, dəyərlərin pozulması mı, yoxsa yalan xəbərlər? Bildiyimiz kimi, ümumiyyətlə, insanlar gün ərzində onlarla, yüzlərlə informasiya paylaşım görür və onların içində təbii ki, aqressiya olur, yalan məlumat olur və bu istər-istəməz əxlaq normalarını aşan videolarda olur. Bəli, bu məzmunlar istər-istəməz hər kəsə təsir eləyir, xüsusilə də gənclərə və uşaqlara. Nəzərə alsaq ki, onlar da bütün günü öz günlərini demək olar ki, sosial şəbəkələrdə keçirirlər smartfonların arxasında və bunu nəzərə alaraqdan bu məsələni ictimai müzakirəyə çıxarmışıq və sizin fikirləriniz də bizim üçün önəmlidir və verilişimizin sonuna qədər səs vermədə aktiv iştirak edə bilərsiniz. Sırada başqa nələrdən xəbəriniz olacaq? Bu barədə isə anonslarımız var. Yenidən studiyaya qayıdacağıq. Əsgərlikdən 2016-cı ildə gəldim. Məşğulluğa müraciət elədim. Məşğulluqdan səs-sürək heç bir şey çıxmadı. İllərdir işsiz qalan Kürdəmir sakininə hansı cavab verildi? Sosial şəbəkələrdə pozulan əxlaq normaları. Çıxış yolu nədir? İctimai qınaq olmalıdırmı? Studiyada canlı müzakirə. İqtisadiyyatın dəyişən tələbləri eyni zamanda əmək bazarının inkişafı iş şəraitində də yeniliklər gətirir. Bu yeniliklərdən biri də son vaxtlar müzakirə olunan və tətbiqi planlaşdırılan saatlıq ödəniş modelidir. Bəli, Aydın, artıq görülən işin dəyəri daha dəqiq hesablanacaq. Necə deyərlər, əmək haqqı isə sərf olunan vaxt və səmərəliliyə əsaslanaraq müəyyən olunacaq. Bəs bu sistem kimlərə şamil olunacaq? Əmək müqavilələrinə hansı dəyişikliklər daxil olunacaq? Əməkdaşımız Ayşə Rızayeva bu və digər suallara aydınlıq gətirəcək. Gəlin görək, bu yenilik hər kəsin ürəyincədirmi? Ümumiyyətlə, bu yeniliklər həyatımıza nə kimi yeniliklər gətirəcək? Bu modelin işçilərə və işə götürənlərə faydaları nə olacaq? Bəli, suallar çoxdur. Gəlin, süjeta baxaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əmək haqqı sisteminin keçidlə bağlı yeni yanaşma üzərində işləyir. Bu sistemin tətbiqi işçilər üçün daha çevik və ədalətli əmək münasibətləri qurmaq imkanı verəcək. Belə ki, işləyənlər üçün bir neçə yerdə işləmək imkanı qazandıracaq ki, saat vaxtı ilə iş vaxtının müəyyən olunması və həmin işçinin bir neçə sahədə, bir neçə yerdə işləyərək daha da çox qazanc əldə etməsinə, gəlir əldə etməsinə imkan yaradacaq. O cümlədən işə götürənlər üçün də yeni imkanlar açır. Çünki elə sahələr vardır ki, orada 8 saatlıq iş rejiminə ehtiyac yoxdur və daha az müddətdə işçi götürməklə o işləri
həyata keçirmək mümkün olacaqdır. Ona görə də işə götürənlər üçün də bu yeni imkanlar açacaq. Yeni modelə əsasən iş vaxtı konkret saatlarla hesablanacaq və əmək haqqı işlənmiş saatlara uyğun olaraq ödəniləcək. Bu, xüsusən də bir neçə yerdə çalışmaq istəyən şəxslər üçün əlverişli şərait yaradacaq. Eyni zamanda işə götürənlər üçün də faydalıdır. Çünki bəzi sahələrdə tam ştatda işçiyə ehtiyac olmur. Saatlıq əmək müqaviləsi bağlamaqla həmin işlər daha səmərəli və çevik şəkildə icra oluna bilər. Əgər hansısa işçilərə müsbət bir təsir göstərəcəksə, onların əmək haqqısını daha da artıracaqsa və sosial olaraq, rifah olaraq yaxşılaşdıracaqsa, əlbəttə istəyərəm olsun. Saatlıq əmək haqqı sistemi məncə bir çox işçilər üçün, bir çox kateqoriyada olan işçilər üçün daha yaxşı ola bilər. Saatlıq əmək haqqında artıq qalıb işləyirsənsə əlavə pul alırsan, amma aylıq əmək haqqında qalıb işləyəndə pul almırsan. Təbii ki, elə olsa daha yaxşı olar. Bildiyimiz kimi Avropada və Amerikada daha çox bu tip iş növləri vardır. Təbii ki, elə olsa sərf eləyər, amma elə olmasa məncə aylıq əmək haqqı qalsa daha yaxşı olar. Digər mühüm tərəf isə şəffaflıqdır. Çünki bu sistem əmək haqqı və sosial sığorta ödənişlərinin dəqiq uçotunu təmin eləyəcək. İşlənən hər saat rəsmi qeydiyyata alınacaq və bunun əsasında sosial sığorta ayırmaları ediləcək. Beləliklə, qeyri-rəsmi əmək münasibətlərinin qarşısı alınacaq və sosial təminat sistemi güclənəcək. Digər tərəfdən şəffaflıq məsələsi böyük effektli təsir göstərəcək. Çünki sən işlədiyin saatlar uçota alınacaqdır və o saatlara uyğun olaraq, belə deyək ki, əmək haqqı, sosial sığorta məsələləri hesablanacaqdır. Və əgər belə deyək, daha artıq saat işləyirsinizsə, daha əlavə əmək haqqılar, iş saatına görə əmək haqqı ödənişi olmalıdır. Bu baxımdan bu da əhəmiyyətli bir məsələdir. Eyni zamanda əmək hüququnun təmin edilməsinə və ədalətli əmək haqqının təmin edilməsinə kömür. Çünki işlədiyin saatlara uyğun olaraq sən əmək haqqı alacaqsan və digər tərəfdən sosial sığorta fonduna ödənişlər çox vaxtında həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, yeni sistemin tətbiqi üçün beynəlxalq təcrübədə öyrənilib. Avropa ölkələrinin bir çoxunda saatlıq əmək haqqı mexanizmi uğurla tətbiq olunur. Bu isə Azərbaycanın əmək bazarını qlobal standartlara uyğunlaşdırmaq baxımından mühüm addım hesab olunur. Bəzi xarici şirkətlərdə mən biləm bu sistem var da, yəni əmsala əsasən işlədiyin saatlara uyğun sənə əmək haqqı verilir. Bəli, bu əsasən dəyişkən iş rejimi olan və yaxud da əlavə işləyən adamlara mən elə gəlir ki, sərf eləyər. Çünki burada vaxta önəm verildiyinə görə bəlkə də keyfiyyətə bir qədər təsir eləyə bilər. Məsələn, 8 saatlıq işləyən adamlardan bir qədər psixoloji stres və narahatlıq yarada bilər. Mən 4 saatim var, işi tez bazar qurtarım, qaçırma. Ona görə də hər işin öz xüsusiyyətinə uyğun qurulmalıdır. Bəli, xüsusi bir yanaşmalar da olmalıdır. Siz doğru vurğulayırsınız ki, bu işin hansısa bir keyfiyyətinə təsir eləyə bilərsən. Məcbur 8 saatlıq iş rejimində çalışırsan ki, maksimum gündəlik verilən işləri yerinə yetirəsən. Ancaq bu saatlıq iş rejimində işçinin bir qədər vicdanına qalan bir məsələ olacaq bu, hardasa. Bəli, işsizlik xüsusilə də regionlarda yaşayan vətəndaşlar üçün də aktual sosial məsələlərdən biridir. Məşğulluq imkanlarından yararlanmaq ümidi ilə aidiyyatı qurumlara müraciət edən, lakin cavab ala bilməyən insanların sayı az deyil. Kürdəmir sakini Şöhrət Kərimov da artıq 4 ildir ki, iş axtarışındadır. Deyir ki, dəfələrlə Dövlət Məşğulluq Agentliyinə müraciət etsə də, onun bu cəhdləri cavabsız qalıb. Ailəsində də heç kəsin işləmədiyini bildirən vətəndaş illərdir ki, cavab gözləyir. Əməkdaşımız məsələni yerində araşdırmaq üçün bölgəyə yollanıb. Görək, hansı detallar üzə çıxıb. Mən məşğulluğa sənəd verdim. Məşğulluqdan bir cavab gəlmədi. 4 ildir cavab gözləyirəm, bir cavabı gəlmədi məşğulluğa. İş istəyirəm, işlə təmin edirəm. Ailədə belə heç kim, heç harda işləmir. Müsahibim Şöhrət Kərimov illərdir iş axtarışındadır. Onun sözlərinə görə bir müddət əvvəl Dövlət Məşğulluq Agentliyinə üst tutsa da müraciəti cavabsız qalıb. Pandemiya dövründə dövlətin ayırdığı 190 manatlıq yardım cəmi 2 ay əlindən tutub. Əsgərlikdən 2016-cı ildə gəldim. Məşğulluğa müraciət elədim. Məşğulluqdan səs sürək heç bir şey çıxmadı. Bu Covid-lə əlaqədar olaraq 2 ay 190 manat pul verildi. Əlavə heç bir səs sürək çıxmadı.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Şöhrət Kərimova 2020-ci ilin 26 martında işsiz statusu verilib. Lakin sonraki dövrdə vətəndaş tərəfindən aidiyyatı üzrə filiallara hər hansı müraciət daxil olmayıb və fərdi məşğulluq proqramına qoşulmaq üçün zəruri addımlar atılmayıb. Buna görə də onun işsizlik statusunun qüvvədə qalması müvəqqəti dayandırılıb. Hazırda sözügedən vətəndaş ərazi üzrə regional məşğulluq filialına müraciət edə bilər. Müraciət etdiyi təqdirdə ona qanunvericiliyə uyğun olaraq məşğulluq tədbirləri haqqında məlumat verilə, qeydiyyat aparıla və məşğulluq imkanları qiymətləndirilə bilər. Bəli, ümid eləyək ki, Kürdəmir sakininin bu dəfəki müraciəti cavabsız qalmayacaq. Məşğulluq imkanları dəyərləndiriləndən sonra ona dövlət tərəfindən dəstək olacaq və o da hardasa demək olar ki, öz işini qura bilər. Yəni, kifayət qədər bu prosesdə iştirakçı olanlar var və dəfələrlə də bu barədə sujetlər etmişik. Elə qaynar xəttimizə də bu tipli suallar, problemlərlə bağlı müraciət edənlər həqiqətən çoxdur. Davam edirik, hörmətli tamaşaçılar. Bəzi rəqəmlər cəmiyyətimizin ailə modelində baş verən dəyişikliklərin göstəricisi sayıla bilər. Belə ki, 1990-cı ildə Azərbaycanda 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil eləyirdisə, 2023-də bu göstərici 25,9%-a qədər enib. Bu statistika artıq bir uşaqlı ailə modelinin ölkəmizdə getdikcə daha çox yayıldığından xəbər verir. Bəli, kifayət qədər maraqlıdır. Rəqəmlər, statistikalar hər şeyi açıb göstərir. Maraqlıdır. Bu tendensiya ümumiyyətlə arxasında hansı səbəblər var, nə dayanır? Bəlkə müasir valideynlər arasında az, amma yaxşı tərbiyə yanaşması üstünlük təşkil etməyə başlayıb ya da bu dəyişiklik əsasən iqtisadi, sosial və psixoloji amillərlə bağlıdır. Bəli, Aydın, doğrudan da maraqlıdır. Bu vəziyyət uşaqların psixoloji sağlamlığına necə təsir eləyə bilir? Ümumiyyətlə, azalan uşaq sayı demoqrafik təhlükədən xəbər verirmi? Suallar çoxdur. Görək, əməkdaşımız Aygün Şirinova öz araşdırması ilə məsələyə hansı aspektdən yanaşıb? Gəlin baxaq. Əgər əvvəllər belə görüntülərlə tez-tez rastlaşırdıqsa, indi vəziyyət bir qədər dəyişib. Artıq küçədə valideynləri daha çox bir uşaqla görmək mümkündür. Son illərdə ailələrində bir, bəzən isə iki uşağa üstünlük verən valideynlərin sayı xeyli artıb. Elə müsahibim Teymur Əliyev də hələlik bir övladı ilə kifayətlənir. Deyir, bir çox problemlərə görə növbəti övlad sahibi olmaq istəyini hələlik təxirə salıb. Mənim öz qohumlarımdır, bir dənə uşaqları var, 3-4 yaşı var. Deyir ki, bir nəsi ilə kifayətlənir, onu düz deyirsiniz. Yəni, o cəmaatı qınamıram, yəni dərindən götürsək, cəmaat belə bir dənə uşağı zorla saxlayır. Yəni, mən özüm sırf istəyərəm, bu bir oğlumdur, inşallah gələcəkdə bir dənə də qızım olsa, hə, onunla kifayətlənərəm, yəni 2 övladla. Amma daha çoxunu düz qeyd edirsiniz, həm baxmaq çətindir, həm enerjidirlər, adam yorurlar, eləyirlər. Yəni, gecə yatanda adam sevinir ki, üstədə yatırlar. Nəriminə Əliyeva da digər valideynlər kimi tək uşaqla kifayətlənənlərdəndir. 28 yaşım var, bir övladımız var, övladımız 2 yaşındadır. Maddi səbəblərdən dolayı və hal-hazırda işləyirəm, uşağa tam diqqət göstərə bilmirəm deyə istəyirəm ki, hələ ki bir uşaqda qalaq. Vəziyyətin bu cür davam etməsi gələcəkdə bir sıra demoqrafik problemlərə gətirib çıxarır. Artıq Azərbaycanda təbii artımda ləngimə müşahidə edilir. Statistikaya görə ölkəmizdə ahılların sayı son 22 il ərzində təqribən 99,4%. Ümumi əhalinin sayında isə 26,4% artım müşahidə edilir. Hazırda isə 65 yaşdan yuxarı əhali 11% təşkil edir. Beynəlxalq meyara görə isə ölkə əhalisi içərisində ahılların sayı əgər 7-8% keçirsə, bu artıq qocalmış əhali sayılır. Yəni, ölkəmizdə də artıq ahıllar artıb, yeni doğulanlar isə azalıb. İndi isə son 5 ildə Azərbaycanda yeni doğulan körpələrin statistikasına nəzər salaq. 2019-cu ildə 141.179, 2020-ci ildə 126.571, 2021-ci ildə 112.284, 2022-ci ildə 122.846, 2023-cü ildə 112.620, 2024-cü ildə isə 102.310 körpə dünyaya gəlib. Beləliklə, son 5 ildə yeni doğulanların sayı 38.869 nəfər azalıb. Əgər 1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9%-ə düşüb. Yəni, əvvəl hər 3 nəfərdən biri uşaq idisə, indi hər 4 nəfərdən biridir. Sosioloqlar deyir ki, Azərbaycanda heç vaxt təbii
təbii artımda bu qədər ləngimə müşahidə olunmayıb. Hazırki durumda ailələrin əksər hallarda tək uşaqla kifayətlənməsində bir sıra amillər rol oynayır. Müasir insan egoistləşib, özünə zaman ayırmaq istəyir. Hətta çox uşaqlı olub, övladlarına zaman ayırmağı da mənasız hesab edir. Müasir insanın həyata baxışı dəyişib, standartları dəyişib, həyatdan gözləntiləri dəyişib. O daha çox səyahət eləmək istəyir, daha çox həyatdan zövq almaq istəyir, daha yüksək standartlarla yaşamaq istəyir. Bunun üçün də o az uşaqlı ailəyə sahib olmalıdır. Elə bu kimi səbəblərdən gənc ailələri təbii artıma təşviq etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Biz də çox istəyərdik ki, ailələrdə çox uşaqlar olsun. Çünki uşaqla böyüyənlər daha yaxşı olur. Amma birinci növbədə burada əsas istək ondan ibarət ki, sağlam nəsil böyüsün, sağlam uşaqların inkişafına söhbət keçsin. Dövlət Komitəsi tərəfindən ailə forumları həyata keçirilir. Ailə forumları həyata keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, təbii ki, pozitiv, belə deyək də, öz davranışlarla fərqlənən, övladlarına yaxşı tərbiyə verə bilən, eyni zamanda, belə deyək, hər zaman müsbət yöndə aktivlik nümayiş etdirən ailələrimiz də var. Təbii ki, bizim istəyimiz odur ki, bu cür ailələrin sayı artsın, çoxalsın, övladına yaxşı tərbiyə verə bilən, ümumiyyətcə valideynin funksiyalarını düzgün şəkildə icra edə bilən valideynlər daha çox çoxalsın. Amma digər bir səbəb də ola bilər ki, valideynlərin sosial qayğılarla bağlı problemləri var. O zaman istənilən halda Dövlət Komitəsinə müraciət edə bilərlər. Uşaqlar hər bir evin sevinç və səadət mənbəyi olmaqla yanaşı, hər bir ölkənin gələcəyi deməkdir. Sabahlarımızın ən dəyərliləri olan uşaqların hər birinə sonsuz sevgi, qayğı və parlaq bir sabah arzuluyuruq. Çünki onlar bizim ən qiymətli xəzinəmizdir. Ən qiymətli xəzinəmizi, gəncliyimizi, gələcəyimiz olan uşaqları isə çox təəssüf ki, bəzən nəzarətsiz qoyuruq. Xüsusilə smartfonlarla davranışda bu özünü göstərir. Bu qurğular ayrı bir dünya olduğundan burada da davranış qaydaları da müəyyənləşdirilməlidir. Bəzən görürük ki, sosial şəbəkələrdə əxlaq qaydalarına zidd əməllər birbaşa təbliğ edilir. Ən azından belə təyinatlı məzmunlar hər gün rastımıza çıxır və belə bir təsəvvür yaranır ki, nəzarətsizlik ya da cəzasızlıq bu məzmunları, yəni bu kontentləri yaradanlara dırnaq arasında ilham vermiş olur. Bəli, Aydın, xüsusilə TikTokda canlı yayımlarda əxlaq normalarına zidd məzmunların təqdim olunması son dövrlərdə cəmiyyətimizin də diqqəti mərkəzindədir. Gənclərimizi, uşaqlarımızı bu zərərli məzmunlardan qorumaq üçün bəs nə eləməliyik? Ümumiyyətlə, biz sosial şəbəkə ilə davranışı dəyişməliyikmi? Bu həssas mövzunu indi biz qonağımız sosioloq Üzeyir Şəfiyevlə müzakirə edəcəyik. Xoş gəlmişsiniz Üzeyir bəy. Xoş gəlmişsiniz Üzeyir müəllim. Hər vaxtınız xeyir olsun. Üzeyir bəy, elə ümumiyyətlə soruşmaq istəyirik. Sizin də qarşınıza bu tip, bu kontekstdə məzmunlar çıxırmı? Bilirsiniz, əslində bugün sosial şəbəkə və digər platformalar təkcə bir ölkəyə bağlı deyil. Bu küresel bir problemdir, qlobal bir problemdir. Ona görə də bütün dünya ölkələrində sosial şəbəkələrin həm pragmatik məqsədlərlə istifadə məsələsi, həm də onun negativ yansıtmaları ilə bağlı çox böyük ictimai müzakirələr gedir. Hətta bəzi hökumətlər öz informasiya, kommunikasiya siyasətlərində bunu əsas götürürlər ki, sosial şəbəkələrin yan təsirlərindən necə qorunmaq olar. Çünki sosial şəbəkələr əlbəttə ki, pragmatik məqsədlərlə istifadə etmək üçün bundan çoxlu istifadəçi var. Bunun üzərindən işgüzar imkanlarını genişləndirir, təhsil, karyera və digər məqsədlərlə faydalı şəkildə istifadə edirlər. Bunu qadağan etmək olmaz. Çox yaxşı olar ki, bax, sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunsun. Yəni, süzgəc mexanizmi olarsa, ondan pragmatik məqsədlərlə daha rasional şəkildə istifadə etmək olar. Məsələn, bir faktı deyim, sizə bilirsiniz ki, TikTok sosial şəbəkə vahidi ilə bağlı bugün müzakirələr daha çoxdur. Ən çoxunun yan təsirləri ilə bağlı danışırlar. TikTok siz bilirsiniz ki, Çində ərsəyə gəlib, ancaq bütün bunlara baxmayaraq, Çin özü məhz TikTokdan istifadə etmir, onun analoqundan istifadə edir. Hətta onun analoqundan belə istifadə etdikdə,
o uşaqlar üçün və böyüklər üçün limit qoyub, vaxt limiti qoyub. Uşaqlar üçün 45 dəqiqə vaxt limiti, böyüklər üçün deməli hansı ki əmək enerjilərinə təsir göstərdiyi üçün bəlli bir limitlər qoyub. Hətta burada həmin o analoqun özündə də belə süzgəc mexanizmi tətbiq edib. Yəni bu nə deməkdir? Bunu Çin hökuməti araşdırma aparır ki, bəli, TikTok uşaqlarda fraqmental düşüncə yaradır, klip sindromu yaradır, analitik təfəkkürü korşaldır və eyni zamanda böyüklərə də enerji tükənməsinə səbəb olan bir çox problemlər yaradır. Buna bənzər başqa sosial şəbəkə vahidlərində də oxşar problemlər var. Ona görə də hətta Avropa İttifaqına daxil olan ölkələr belə sosial şəbəkələrdən istifadə ilə bağlı məhdudiyyətlər tətbiq edib. Hətta Avropa İttifaqı ölkələrdə... Gəlin elə TikTok üzərindən söhbətimizi davam elətdirək. Ümumiyyətlə elə bu sosial şəbəkədə, bu platformada olan həmin o canlı yayımlar olsun, istərsə də əxlaq normalarının pozulması niyə bu qədər tez populyarlaşır? Ümumiyyətlə mən belə bir həqiqəti istəyirəm ki, dəstəkləyəm ki, ümumiyyətlə bu tipli tətbiqlər, bu tipli KT tətbiqləri tətbiq olunmazdan əvvəl preventiv şəkildə onun yan təsirləri futuristik şəkildə, futuroloji şəkildə hesablanmalıdır ki, bunun tətbiqi nəticəsində hansı yan təsirlər ola bilər, onun üçün qabaqlayıcı preventiv tədbirlər görülməlidir. Preventiv tədbir nədən ibarət ola bilər? Demək, həmin sosial şəbəkə vahidlərinin fəaliyyətini tənzimləyən ayrıca bir qanun olmalıdır. Eyni zamanda sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunmalıdır ki, bax, belə sarı paylaşımlar, hüquqa zid paylaşımlar, əxlaqa zid paylaşımlar özünə yer almasın və çünki burada psixologiyası bərkiməmiş uşaqlar var, gənclər var, yeniyetmələr var. Siz unutmamalısınız ki, ümumiyyətlə bu günləri insanların sosiallaşmasında, uşaqların, yeniyetmələrin sosiallaşmasında ailə institutundan da, məktəbdən də, bağçalardan da daha ötə təsir imkanına malik olan məhz sosial şəbəkə vahidləri. Çünki biz bugün Z nəslindən danışırıq və formalaşmaqda olan alfa nəslindən danışırıq. Bunlar da birbaşa smart qurğularla, sosial şəbəkələrlə kontaktda olan bir nəsildir. Demək, bizim sosiallaşma institutu olaraq sosial şəbəkə platformalarımız sağlam olmalıdır ki, onlar cəmiyyətə sosial anemiyaları yansıtmasınlar, uşaqların psixologiyasına, davranışlarına degradasiya edici təsir göstərməsin. Bunun üçün də lazım idi ki, qabaqcadan, bu tətbiqlərdən öncə sosial şəbəkə vahidinin fəaliyyətini tənzimləyən qanun olsun. Eyni zamanda süzgəc mexanizmlər, baxın görün, sosial şəbəkələrdə nələr paylaşılır. Cinayət aləminin insanları ilə bağlı, onların dəbdəbəli həyatı, güyadırın arası dəbdəbəli həyatı, hətta onların dəbdəbəli ölüm karvanları və yaxud da ki, hansısa bir cinayət aləmini tərənnüm edən musiqi sədaları qoyulur orada və yaxud da ki, deməli, elə oyunlar var ki, məsələn, uşaq körpələrin psixologiyasına təsir edir. Məsələn, mavi balina kimi oyunlar və yaxud da digər uşaqların davranışına destruktiv təsir edən, onları bu işə körükləyən bir paylaşımlar var. Bunlar niyə olmalıdır ki? Biz bir tərəfdən sağlam cəmiyyətdən danışırıq, ancaq bir gəlin görək fikirləşək, sağlam cəmiyyətin formalaşması üçün biz nə dərəcədə bir mühit yaratmışıq sosial şəbəkə baxımından. Məsələn, bu baxımdan ölkə başçımız çox gözəl bir addım atdı. 2018-ci ildə uşaqların və yeniyetmələrin zərərli informasiyadan qorunması ilə bağlı böyük bir qanuna imza atdı və çox əhəmiyyətli bir qanundur. O cümlədən 19 mart 2025-ci ildə ölkə başçımız süni intellektlə bağlı milli strategiyanı qəbul elədi. Baxın, həmin o sənəddə çox maraqlı nüanslar var. Süni intellektdən, İKT imkanlarından daha rasional məqsədlərlə, praqmatik məqsədlərlə istifadə ilə bağlı danışılır. Eyni zamanda ondan istifadənin etik çərçivələri müəyyənləşir və eyni zamanda cəmiyyəti təhdid edən təhlükəsizlik hədəfləri orada qeyd olunur. Çox yaxşı olar ki, müvafiq qurumlar, bax bu milli ölkə başçımızın imzaladığı o milli strategiyadan irəli gələn həmin o nüanslar üzərində fəaliyyətini fokuslasın. Eyni zamanda 2018-ci ildə qəbul olunmuş uşaq və yeniyetmələrin zərərli informasiyanın qorunması ilə bağlı qanundan irəli gələn məqamları nəzərə alaraq və bax bu süni intellekt, eyni zamanda sosial şəbəkə istifadəsi ilə bağlı qanuna dəyişikliklər baş verir. Misal üçün, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148.1-ci maddə əlavə olundu. Hansı ki, burada sosial şəbəkə segmenti nəzərə alındı. Sonra telekommunikasiya haqqında qanuna dəyişiklik olundu. Media haqqında qanunun 10-cu, 14-cü maddəsinə dəyişiklik olundu. Hansı ki, sosial segment nəzərə alındı. Və eyni zamanda bütün baş verənlər onu göstərir ki, ayrıca bir sosial şəbəkə fəaliyyəti tənzimləyən qanun da lazımdır. Xüsusən də elə bu tipli yayımlarda həmin o TikTok şəbəkəsindən danışırsa, qadınlar obyekt kimi, predmet kimi, obyekt kimi təqdim olunur. Təəssüf ki, bəzi detallara vara bilmirik. Təkcə qadınlar yox, orada bir maraqlıdır. Bəzi cəmiyyət narahatdır həm də. Bəzi dırnaqarası valideynlər var ki, uşaqlarından burada istifadə edirlər. Uşaqlara müxtəlif sözlər Sizin münasibətiniz də əslində təxmin edib və görəsən cəmiyyətin münasibəti necə olmalıdır? Bu barədə bizim bir şəhər sakinləri ilə sorğumuz var. Ona baxaq, ondan sonra bu sizin münasibətinizi öyrənək. Çox pozur. Hər şeyimizi pozur. Daha ucu biabırçılıq nələri yoxdur orada.
Mən heç baxmaq da istəmirəm. Ayıb deyə adam utanır, çölə çıxanda uşaqlar da girir, baxırlar da, məcbur əlindən tuta bilmirsən axı. TikTokdan mənə elə gəlir ki, bizim millət düzgün istifadə eləmir. TikTokda o qədər faydalı məlumatlar var ki, bizimkilər ancaq bilmirəm nəyə görəsə negativlərə qaçırlar. Bilmirəm nəyə görə. Çünki orada mənə elə gəlir ki, biz bugünkü gənclərimizə lazım olan məlumatlar paylaşsaq, daha çox paylaşımlar eləsək, mənə elə gəlir ki, o əxlaqsız hərəkətlərin qarşısı da alınır. Mən özüm ümumiyyətlə TikToka qoşulmamışam, amma tanıdığım adamlar belə qiymət verir ki, ümumiyyətlə mən öz yaşım kateqoriya adamlara aid edirəm də. Orada adam uzun müddət qalır, sonra özünü nə görsə pis hiss edir. Çünki o lazımsız məlumatlar beyni doldururlar. Belə deyək, baş ağrısı. Milli əxlaqi mənəvi dəyərlərimizə zidd olan heç bir şeyi sosial şəbəkələrdə reklam eləmək düzgün deyil. Hər bir xalqın öz mental dəyərləri var. Bizim öz dəyərlərimiz var, başqa bölgələrin öz dəyərləri var. Mən qərbi nəzərdə tutsam, şərqi nəzərdə tutsam. Hər kəs öz dəyərləri ilə yaşasın. Onların dəyərlərinin bizə nə dəxli var? Bizim də öz dəyərlərimiz var, biz də onları qorumalıyıq. Bəli, Zəynəm müəllim, buyurun sizin də fikirlərinizi. Sorğumuzu da izlədik, görürük ki, sakinlər də narazıdırlar. Bəli, ictimai rəy sorğusu da onu göstərir ki, halbuki həmin o danışanların özü də çox əfsuslar olsun ki, bir sıra hallarda o həmin platformanın istifadəçiləridir və hətta mən deyərdim ki, özü də o problemin yaradıcılarından biri olur bəzən. Dolayı yolla bu vəziyyəti yaşayır. Çox acınacaqlı bir haldır ki, bəzən bu sosial şəbəkə platforma istifadəçiləri... Yəni, sizcə bu nəyin göstəricisidir? Diqqət çəkməkmi, yoxsa iqtisadi maraqdırmı? Yəni, burada Maslow təsdiqdirmi? Bilirsiniz, psixoloq Maslow'un çox maraqlı bir ehtiyaclar piramidası var. O piramidanın içərisində də bir tələbat nədir? İnsanın özünü aktuallaşdırma tələbatı. Bəzi insanlar var, özlərini təsdiq edə bilmirlər, özünü aktuallaşdıra bilmirlər. Hətta natamamlıq kompleksindən gündəmə gəlmək, özünü aktuallaşdırmaq, belə bir tələbatda var axı insanda. Bəzən də o hətta aşırı səviyyədə olur. Ona ruslar belə manyeveliçiya deyirlər, böyüşlük maniyası. Mən də varam, məndən də danışın, mənim də səsimi eşidin kimi belə bir yanaşma var. Hətta demək ki, qədim Yunanlarda, o Yunan 7 müdriklərindən biri Salon nə deyirdi? Deyirdi ki, məşhur olmaq istəyirsənsə, ən məşhuru ya söy, ya təhqir elə, ya öldür. Təsəvvür edirsən, bu şəkildə, yəni ki, insan daha çox Herostrat şöhrəti deyilən bir ucuz şöhrət var da, Artemida məbədini yandırdı, hansı ki, məqsəd nə idi ki, hamı bundan danışsın ki, bu məbədi yandırdı, bu işi. Bəzən bugün antireklamdan istifadə edirlər ki, ən yaxşı reklam elə antireklamdır. Baxırsınız, aysa sosial şəbəkələrdə, elə kütləvi informasiya, sosial saytların özündə baxırsınız ki, bəzən ödüyöz bir başlıqlar çıxardırlar, çox vulqar bir ifadələr işlədirlər ki, nəsə o like qazansın, reyting qazansınlar. Məqsəd odur ki, məşhurlaşmaq, özünü təsdiq etmək güya, amma bu şəkildə. Ancaq unudurlar ki, bu heç də özünü təsdiq deyil, əslində özləri də bilmədən həm özlərinə, həm yaxınlarına çox böyük zərbə. Məsələn, bəzi də narazı valideynlər var ki, uşaqlarından bu sosial şəbəkə platformalarında müxtəlif məqsədlərlə istifadə edir. Əslində bu hüquq-əziz bir davranış. Onu soruşmaq istəyirdim, yeri gəlmir. Siz necə düşünürsünüz? Bəlkə biz sosial şəbəkənin bir dilini tapa bilməmişik bu müddətdə. Sosial şəbəkənin... Dediyiniz kimi, bəzi valideynlər var ki, TikTokda və digər sosial şəbəkəyə canlı açır, canlı yayımda uşağına başqa bir hərəkət verir. Halbuki uşağın gələcəyini birbaşa psixikasına təsir edir və 5 ildən sonra uşaq özünü görəndə... Bilirsiniz, sosial şəbəkənin dilini tapmağın yeganə yolu nədir? Qanun. O yerdə ki, fəaliyyət var, o mütləq qanuni fəaliyyət olmalıdır. Yəni, qanun... O halda fəaliyyət varsa qanun da olmalıdır. Amma gəlin, baxın, sosial şəbəkə istifadəçilərinin böyük bir qismi elə gəlir ki, bura sanki Kolizey amfiteatrıdır və bura çox boz zonadır, istədiyini eləyə bilərlər, istənilən insanları aşağılaya bilərlər, təhqir eləyə bilərlər, istənilən sarı paylaşımlar edə bilərlər və bunlar heç bir hüquqi məsuliyyət daşımır. Halbuki onlar unudur ki, necə ki, real həyatda bu hüquq-əzid, əxlaq-əzid, yəni deviant və delikvent davranışı sərgiləyən insanlar üçün hüquqi məsuliyyət var. Necə ki, hüquq mühafizə orqanları ölkəmizdə bu qəbildən olan deməli istifadəçilərə qarşı ölçü götürüb. Yəni virtual həyatda da onlar hüquqi məsuliyyətdən kənarda deyirlər. Necə ki qeyd etdiyim kimi artıq bir neçə кейs var ki, daxili işlər orqanları məhz virtual səviyyədə, onlayn platformalarda hüquq-əzid, əxlaq-əzid davranışlar eləyən, paylaşımlar edən insanlara qarşı hüquqi müstəvidə ölçü götürüblər. Sadəcə insanlarda hüquqi maarifləndirmə işlərini artırmaq lazımdır. O sosial şəbəkə istifadəçiləri əgər sosial şəbəkə fəaliyyəti haqqında qanun olsa bilərlər ki, hansı paylaşımlar edə bilərlər, hansı paylaşımlar edə bilməzlər.
harda bunların fəaliyyət sərhədi konturları hardadır? Yəni bunu bilmək üçün mütləq o qanuna ehtiyac var. Qeyd edədiyim kimi, düzdür, qanuna dəyişikliklər olunub. Bayaq vurğuladığım kimi Cinayət Məcəlləsinə, Cinayət Prosesual, hətta Mülki Məcəllənin 23-cü maddəsi bu istiqamətdə var. Cinayət Prosesual Məcəllənin 37-ci maddəsi var bundan bağlı. Ayrıca 148.1-ci maddə əlavə olundu Cinayət Məcəlləsinə. Siz dediyiniz məsələlər əgər öz təsdiqini tapsa, sizcə bunu cəmiyyətimiz necə qarşılayır? Bilirsiniz, orta statistik sağlam insan əgər bilirsə ki, bu davranış onun üçün hüquqi məsuliyyət yaradır. Güman edirəm ki, o həmin davranışı sərgiləməz. Çünki bilər ki, tutalım ki, oğurluq etmək nə dərəcədə hüquqa zidd davranışdırsa, demək ki, sosial şəbəkədə də hüquqa zidd davranış o qədər məsuliyyət yaradacaq. Bu baxımdan hesab edirəm ki, bu qanunu yaratmaq, həm də onu təkcə yaratmaq yox, həm də cəmiyyətə çatdırmaq. Çünki belə baxıram ki, mən istifadəçilərdən, davranışlarından, paylaşımlarından görürəm ki, onlar başa düşmür ki, bunun hüquqi məsuliyyəti nədir. Çünki anlayış yoxdur, hüquqi məlumatlıq səviyyəsi yoxdur. Yəni, bu hüquqi maarifləndirmə işləri aparılmalıdır ki, bax, bu əməlin cəzası budur. Bu əməl, deməli, yəni, düzdür, bir neçə örnək oldu. Siz gördünüz ki, blogerlər, tiktokerlər, müxtəliflər səviyyədə, bax, belə paylaşımlar edənlər hüquqi müstəvidə cəzalandırıldı. Ancaq bunlar həm də ictimaiyyətə... Sizcə, ictimai qınaq necə oynayır? İctimai qınaq, ancaq hansı vasitənin olar? Yenə də sosial media platformaları vasitəsilə. İndi baxın, görün, özünə hörmət edən ziyalı kəsim TikTokda çox az istifadə eləyər. Girməz o sosial şəbəkə. Çünki orada çox qəribə bir linc edən, səviyyəsi orta səviyyədən xeyli aşağı olan istifadəçi kütləsi var. Hansı ki, onlar... Təbii ki, istifadə eləmək, yəni bu bıçaqdır. Mən bu bıçaqla pomidor da kəsə bilərəm. Mətbəxdə xaliqələr yaradır. Demək, bu nədir? Bundan kiməsə xəsarət deyil. İstifadəçilərin səviyyəsi eyni deyil. Eyni olmadığına görə də onlar hüquqi məsuliyyəti başa salmaq lazımdır. Olar ki, hüquqi məsuliyyəti dərk etsələr, güman edirəm ki, ya xatırlayırsınızsa, hələ bu TikTok sosial şəbəkə vahidlərinə qədər, ümumiyyətlə sosial şəbəkə vahidlərinə qədər Bluetooth deyilən bir texnoloji üzərindən çox belə arzu olunmaz paylaşımlar elirdi. Bir dəfə daxili işlər orqanları nüfuz edən kimi həmin anda o paylaşımlar qarşı alındı. Üzeyir müəllim, elə sonda sizdən bir sual vermək istəyirəm. Elə günümüzün sualı, elə bu məsələnin aktuallığını nəzərə alaraq, cəmiyyətimizin narahatlığını nəzərə alaraq, biz də bugün günümüzün sualını bu məzmunda qoymuşuq ki, sosial şəbəkələrdə sizi ən çox narahat eləyir. Maraqlıdır bizə, siz bu 3 cavabdan aqressiya, dəyərlərin pozulması, yoxsa yalan xəbərlər sizcə ən çox hansı təsir eləyir? Mən elə gəlir ki, bizi daha çox strateji planda narahat eləməlidir ki, dəyərlərin degradasiyası. Çünki əgər sosial şəbəkədə, TikTokda yaxud süni intellektdən istifadə edərək hansısa Azərbaycan xalqının arxetipi olan ağsaqqallar, ağbirçəklər aşağılanırsa, Azərbaycan arxetipləri zədələnirsə, mənəvi əxlaqi dəyərlər zədələnirsə, biz daha çox bundan düşünməliyik. Çünki bizi edən milli mənəvi dəyərlərimiz, əxlaqi dəyərlərimizə, əgər dəyərlərimiz yerində olursa, hesab edirəm ki, digər məsələlər düzələ bilir. Çox sağ olun, təşəkkür edirik maraqlı müsahibəyə görə. Həqiqətən də mövzu həqiqətən dərin. Yəqin ki, növbəti verilişlərimizdə yenə biz bu mövzuya qayıdacağıq. Bəli, insanları teatrlara, muzeylərə və digər mədəni tədbirlərə getməyə həvəsləndirmək. Maraqlı səslənir həqiqətən də. Bunun üçün müəyyən praktiki addımlar da atılır. Misal üçün, cashback və ya əlavə dəyər vergisinin geri qaytarılması vətəndaş üçün iqtisadi olaraq daha sərfəli olur. Bəli, bununla elə əslində mədəniyyətə maraq artır, ailəvi və fərdi səviyyədə daha çox tədbirə qatılmağa can atır insanlar. Eyni zamanda əlbəttə mədəniyyətimizə də maraq artır. Başqa bir məqamda var ki, bir tərəfdən də nağdsız ödənişlər təşviq edilmiş olur. Müəyyən mənada bir sıra suallara cavab tapmış olsaq da detalları növbəti süjetdən öyrənəcəyik. Baxaq. Gəncləri teatra, muzeyə və digər mədəni tədbirlərə cəlb etmək, eləcə də mədəniyyətə marağı artırmaq məqsədi ilə bir sıra təşəbbüslər həyata keçirilir. Bunlardan biri də iyuldan etibarən mədəni xidmətlər üzrə tətbiq olunacaq güzəştlərlə bağlıdır. Vergi məcəlləsinə edilmiş dəyişikliyə əsasən artıq bu ilin iyul ayının 1-dən etibarən artıq teatr tamaşası, film nümayişi, muzey ziyarəti və eyni zamanda simfonik orkestr konsertləri üzrə əldə edilmiş xidmətlərə görə ödənilmiş ədəbi məbləğdə geri qaytarılacaq. Burada digərlərindən fərqli olaraq ancaq nağdsız qaydada ödənilmiş ədəbinin 50% vətəndaşlara geri qaytarılacaq. Digər sahələrdə, məsələn, nağdsız ödəmələrin qaytarılma faiz dərəcəsi 17,5-dir. İndi işğaldan azad edilmiş mehmanxanalar üzrə nağdsız ödənişlərin 30% vətəndaşları geri qayıdacaqsa, gördüyünüz kimi bu mədəniyyət sahəsində qeyd etdiyimiz kino, teatr sahəsində isə nə az nə çox sırf 50% ödənilmiş ədəbinin 50% vətəndaşlara geri qayıdacaq. Şəhər sakinləri də bu yeniliyi müsbət qarşılayır və bunun gənclər üçün stimullaşdırıcı olacağını düşünürlər. 3 il əvvəl
getmişdim. Gənc tamaşaçılar teatrına getmişdim. Ola bilər, yəni mədəniyyət sahəsinin inkişafı üçün məntiqli addım ola bilər deyə düşünürəm. Mən Sürdüləvə getmişdim Kukla teatrına. 2 il əvvəl də bacımla getmişdim. Kəşfiyyat olması daha çox faydalıdır. Mən tələbəyəm indi, gedərəm. Son dəfə 1 il falan olar. 7 gözəl tamaşası idi, səhv eləmirəmsə, bəli. İlk dəfə də eşidirəm sözün düzü. Ədəbə ilə də çox istifadə eləməmişəm. Amma yəni yaxşı xəbərə oxşuyur. İnşallah görək də indi. Operettaydı. Deyəsən gənclər evinə aparmışdılar, o vaxt getmişdim. Aşıq qərib idi deyəsən, ona bənzər bir şeydir. Yəni pulsuz da olsa getmirlər, ona görə bilmirəm. Davamlı olaraq gedən deyiləm açığı. 2 il əvvəl getmişəm, dediyim kimi tamaşanın adı da yadımda deyil. Bu çox yaxşıdır. Məncə gənclərimiz artıq biraz onlarda tamaşaya falan getməyə biraz maraq daha çox olar deyə düşünürəm. İncəsənəti çox sevdiyimə görə teatrlara çox gedirəm. Azərbaycan Azdrama, Akademik Milli Dram Teatrının tamaşalarına çox gedirəm. Özüm də bir çox səhnələrdə falan rol almışam. Həm aktyor kimi, həm də tamaşaçı kimi. İnsanlara da tövsiyə edirəm ki, daha çox filmə baxsınlar və daha çox mövzularda maraq göstərsinlər. İnsanlar əsasən də tələbələr daha çox yararlı olar bu. Çünki əlavə gəlirdi də, nə də olsa, yəni... Mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlar üçün vergi güzəştlərinin əhatə dairəsi də genişləndirilib. Artıq bu müəssisələr 5 il müddətinə torpaq vergisindən tam, mənfəət vergisindən isə 90% azad olunacaq. Güzəşt hüququ olan subyektlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüserləri də daxil edilib. Bu bir mədəniyyət xadimi kimi, bu sahədə uzun müddətli çalışan bir adam kimi təbii ki, mənim də çox ürəyimcə oldu. Burada söhbət əvvəla ondan gedir ki, 5 illik müddətinə mədəniyyət müəssisələri torpaq vergisindən tam azad olunurlar. Bu kifayət qədər böyük dəstəkdir mədəniyyət müəssisələri üçün. Əvvəla burada yeni layihələrin həyata keçirilməsinə müəyyən şərait yaradılacaq. Sonra müəyyən investorların, belə deyək də, mədəniyyət sahəsinə cəlb olunmasına çox müsbət təsirini göstərəcək, prodüserlik fəaliyyəti genişlənəcək, filmlərin çəkilməsinə müəyyən investorlar daha gözəl, daha doğma münasibət bəsləyəcəklər ki, bu da istər-istəməz nəticə etibarı ilə mədəniyyətimizin inkişafına gətirib çıxardacaq. Gözlənilir ki, atılan bu addımlar mədəniyyətə marağı artıracaq və bu sahəyə yeni nəfəs verəcək. Bəli, atılan addımlar bu sahəyə doğrudan da yeni nəfəs gətirəcək. Birbaşa 50% ödənir. Cəmiyyətimizin həyatına təsir eləyən məsələlərdir bunlar. İnsanlar daha çox tamaşalara gedəcək, daha çox mədəniyyəti təşviq eləmək baxımından, həm də qiymətlərin əlçatan olması da çox vacibdir. Çünki tamaşaçı sayı artdıqca həm də elə bu zaman gəlirlərin də sayı artır. Bu zaman məvacib məsələsinə də təsir eləyir. Həm tamaşaçıya əlavə gəlir qazandırır, çünki kifayət qədər böyük məbləğdə ƏDV-də bu hissədə, yəni bu qədər qism 50% ödəmə yoxdur, mən xatırlamıram. Yəni 50%-i geri qaytarılacaq. Bu həm tamaşaçıya, həm də mədəniyyət ocaqlarına əlavə gəlirlər. Bəli, həm də elə alternativ əyləncə kimi də çox maraqlıdır. Necə ki, bir qədər əvvəl müzakirə edirdik, sosial şəbəkələrdən gənclərimizi ayıra bilmirik. Bu məsələdə bir növ çox böyük rol oynaya bilər. Əyləncə alternativi kimi sosial şəbəkələrdə olmaqdansa teatrlara üst tutmaq, kinolara üst tutmaq məncə daha əyləncəli olar. Kultu yaradacaq demək olar. Ümumiyyətlə, ailələr və dostlar arasında da sanki bir bağ, daha möhkəm bağlar güclənəcək bu manada. İndi isə kəsilmiş ağaclardan danışırıq. Tez-tez bu məsələlər diqqətimizdən qaçmır, bizə göndərirlər. Bakının Ələsgər Qayıbov küçəsində aparılan yol genişləndirmə işləri ərazidəki yaşıllıqların məhvi ilə nəticələnib. Onlarla ağacın kütləvi şəkildə kəsilməsi sakinlər arasında narazılıq doğurub. Bəli, əməkdaşlarımız məsələni yerində araşdırıblar. Ortaya çıxan mənzərə doğrudan da çaşqınlıq yaradır. Ekoloqlar deyirlər ki, yolun çəkilişini həyata keçirmək üçün ağacları kəsməkdən başqa alternativlər də var. Rəsmi qurumdan isə bunun tam əksi bildirilib. Kəsilməli idi və kəsildi. Hazırda dayandığımız ünvan Ələsgər Qayıbov küçəsidir. Əvvəllər bura yaşıllıq olan ərazi idi, amma indi isə tamamilə ağaclar məhv edilib. Quru səhralığı xatırladan bu yer təxminən 1 kilometrlik ərazidən ibarətdir. Əldə etdiyimiz məlumata görə burada mövcud olan yol dövlət layihəsi əsasında genişləndirilir. Biraz qabağa getsək, irəliyə doğru, yəni maşınların əksinə doğru getsək,
Orada da küllü miqdarda belə deməli, yaşıllıq yəqin ki, götürüləcək yolu genişləndirmə planına uyğun olaraq və bu qədər ağacları kütləvi qırıb yolu genişləndirmək mənə də gəlir ki, qanuni şəkildə aparılmalıdır. Sənədlər, aktlar, ağacların cinsləri və onların qırılması üçün. Eldar şamları da vardı, zeytunlar da hətta mən gözümə dəydi. Çünki belə deyək də, o qədər də seçmək mümkün deyil. Artıq onlar çoxdan kəsildiyinə görə quruyub. Çəkiliş apardığımız zaman kəsilən ağacların kötükləri də gözümüzə dəydi. Bunların o qədər də yaşlı deyirlər. Onlar olsa 15-20 yaşı olan ağaçlardır. Təəssüf doğuran odur ki, buradan biz nəysə bir götürüb başqa yerə əkmək mümkün idi. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Adı çəkilən qurumdan bildirildi ki, burada aidiyyatı olan orqan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyidir. Adı çəkilən qurumdan isə məsələyə belə aydınlıq gətirildi. İndi olduğumuz ərazidəki ağacların yaşı 70-dən yuxarıdır və onların köçürülməsi prosesi olmamalıdır. Yəni onlar yerindəcə kəsilməli idi və kəsildi. Bakıda tək-tük belə 90-cı illərin ruhunu, ab-havasını yaşadan küçələr var. Onlardan da biri elə Ələsgər Qayıbov küçəsidir, biri isə Ağasadıq Kərabəyli küçəsidir. Həqiqətən də 90-cı illərin ruhu var həmin ərazilərdə. Baxırsan kifayət qədər geniş ərazidir, yaşıllıqlar çoxdur və yaxud da keçmişdən, Sovet dövründən qalan zavod və fabriklərdir, sınıq, salxaq, uçuq, sökük binalardır. Bu tipli yerlərdir. Ancaq yaşıllıq baxımından həmin ərazilər mən deyərdim ki, Bakının ağciyərləri funksiyasını daşıyır. Ancaq görünən odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama verib ki, yaşı 70-i haqlayıb. Yaşı 70-i keçib bu ağaclar və kəsilməli idi. Kəsildi. Görək həmin kəsilibsə bəs həmin ərazidə yaşıllıqların bərpası daha bir neçə 70 ildə mümkündürmü orada? Bəli, bu sonraki verilişimizin mövzusudur. Bəli, müzakirə edəcəyi mövzudur. Həm də onu da artıq xatırladaq ki, bizim verilişimizin son dəqiqələridir və təqdim etdiyimiz sualın cavablarını da elan edəcəyik sizə. Nəticələri sosial şəbəkələrdə sizi daha çox nə narahat eləyir? Aqressiya 27% təşkil edib, dəyərlərin pozulması cavabı 40% təşkil edib, yalan xəbərlər isə 33%. Belə görünür ki, dəyərlərin pozulması daha çox insanlarımızı, sakinlərimizi narahat sosial şəbəkə istifadəçilərini narahat edir. Həqiqətən də elə hər gün ümumiyyətlə sosial şəbəkələr çox mühüm platformadır. Həm paylaşımlar baxımından, həm də elə fikir bölüşmək üçün. Ona görə də yalan və mənəvi dəyərlərin itirilməsinə gətirib çıxaracaq kommentlər olsun, məzmunlar olsun, bu paylaşımlardan gəlin yan keçək. Bəli, bizim bugünlük çatdıracağımız bunlardan ibarət idi. Qarşıda isə bizi 3 günlük bayram həftəsi var. Milli Qurtuluş günü ilə əlaqədar bazar ertəsində, yəni iyunun 16-sı da qeyri-iş günüdür. Ona görə də həftənin ikinci günü, yəni iyunun 17-si biz yenidən studiyada olacaq Aysellə bərabər. Sırada efirimizi isə İTV Xəbər davam etdirəcək. Dünyada və ölkədə baş verən son xəbərlərlə sizin qarşınızda olacaq. Bizim isə bugünlük təqdim edəcəklərimiz bunlardan ibarət idi. Sağ olun, salamat qalın. Sağ olun.